xoşuma gəldi. Bağışlayın. Salam. Olar bir dəqiqə vaxtınızı alım? Hə, qaqaş, buyur. Demək istəyirdim ki, bu gecələr məhəllə biraz şuluq olur. Biz gənclər məhəllədə duranda burdan keçən qadınlar biraz narahat olurlar, utanırlar. Sənə nə var mən harda durmuşam hə? Sən ümumiyyətlə bu məhəllədə kimsən axı? Sənə nə aidiyyatı var? Nə etdim Fərhad? Özünü bədbəxt etdin. Hələ həbsdən çıxmağından bir ay keçməyib. Gedib şikayət edəcək, səndən yaxşıca bir təzminat alacaq. Həm də yenidən səni zindana saldıracaq. İşlərin yenicə düzəlirdi. Neynədim Fərhad, neynədim Fərhad? Sonra nə oldu? Məsələ necə bitdi? Hələ tutmayıblar səni. Yox, şikayət etmədi. Məsələ sakitləşdi. Biz də getdik. Bax, insan bəzən səhv edir və sonra peşman olur. Fürsət var ikən səhvini düzəltmək lazımdır. Mən getdim. Hara getdin? Gözlə. Xoş gördük. Təşəkkür edirəm. Bağışla. Mən Fərhadam. Xoş gördük. Mən də Əmirəm. O gecə tanış olmaq imkanı olmadı. İndi isə mən o gecə bir qələt elədim də. Bir sərf idi. Bilmirəm nə deyim. Boş ver qardaş. Canın sağ olsun. Gözlə bir dəqiqə. Əmir ağa, sən çox mərd adamsan. Allah and olsun. Mənə də görüm indi nə idim ki, məni bağışlayasan. Anamın canından da olsun. Mən çox peşmanam ağa. Mən heç bilmirəm sən niyə gedib şikayət etmədin. Deyirəm ağa Fərhad, çox güclü qollarım var ha. Boş ver qardaş. Sınsın bu əllər, heç kimə qalxmasın. Sənin güclü əllərin əzadarlıq heyətində xidmət üçün əla yararlı olar. Mən heyətin, məclisin nökərliyi üçün canımı verərəm. Mən İmam Hüseynin də nökəriyəm. İmam Hüseynin nökəri iki dünyanın ağasıdır. Əlbəttə, bu nökərçiliyin də öz ədəb ərkanı, qaydaları var. Birincisi, elə həmin pak gözdür, təmiz baxışdır. İnsanların iffətini və namusunu qorumaqdır. Aşura hərəkatının ən mühüm dərslərindən biri güzəşt etmək, keçimli olmaq və bağışlamaqdır. Bunun bariz nümunəsi Hür ibn Yezid Ər-Riyahi idi. İmamın huzuruna gəldi, imam da ondan keçdi, onu bağışladı. Bağışlamaq və güzəşt etmək bəzən cəzalandırmaq və intiqam almaqdan daha böyük təsirə malikdir.